Belə, birincisi, bəzən çox təəssüf ki, bizdə tarixə hər hansı bir etnik, siyasi və dini baxışlarını əks elətdirən çox təəssüf ki, bəlkə də müəllimlərimiz və yaxud da ki, insanlarımız olur. Onlara bildirmək istəyirəm ki, bəzən Səfəvi dövlətini necə ki, bizim düşmənlərimiz İran dövləti kimi təqdim eləyir. Onlara bildirmək istəyirəm ki, bilirsiniz, tarixi sadəcə və sadəcə öz baxışı ilə yox, mənbələr əsasına qeyd eləmək lazım. Məsələn, burada Britaniyalı professor, məşhur Cambridge Universitetinin professoru Lawrence Lockhart'ın Azərbaycan tarixi 8-ci sinifdə də qeyd eləmişik. Çox təəssüf ki, tənqidçilər heç vaxt bunları qeyd eləmir, bu müsbət məqamları. Canları sağ olsun. Orada yazır ki, o zaman Azərbaycan indikindən çox-çox böyük idi. Bunu yazan Cambridge Universitetinin professorudur. Təbriz Azərbaycanın paytaxtı, yəni baş şəhəri və əyalət bəylərbəyinin iqamətgahı olmuşdu. Azərbaycanın digər mərkəzi şəhərləri İrəvan, Gəncə və Ərdəbil idi. İrəvan Çuxursədin paytaxtı idi. Yəni, bu artıq 8-ci sinif Azərbaycan tarixi dərsliyi ilə də biz həm düşmənlərimizə, həm də dostlarımıza mesaj göndəririk ki, bunu biz yazmırıq, bunu dünyanın mötəbər mənbələri yazır. Və bu böyük bir tarixin bəli, və həmin Lawrence Lockhart, bəzən deyirlər ki, Şah İsmail özünü İran şahı elan elədi. Yazır ki, 1501-ci ildə İsmail Təbrizə daxil olaraq özünü Azərbaycan şahı elan etdi. Ya bu şəkildədir. Bu da Azərbaycan adının siyasi məfhum olaraq daha əvvəllərə, daha qədim dövrə getdiyini isbat edən faktlardan biridir.